Eyni zəhmət, fərqli əmək haqqı. İllərdir qadın və kişi əməyinə verilən dəyərlərlə bağlı müzakirə olunan bu uyğunsuzluq artıq qanunla tənzimlənə bilər. Təklif edilən dəyişikliklər qəbul olunarsa, eyni və ya oxşar iş anlayışı genişləndirilərək bərabər dəyərli iş prinsipini qanunvericilikdə təsbit edəcək. Bəs problem real həyatda özünü necə göstərir? Əgər bərabər işi görürlərsə, əgər kassir olaraq həm kişi işləyir orada, həm mən qadın olaraq işləyirəmsə, bərabər əziyyəti çəkiriksə, bərabər də əmək haqqı olmalıdır. Orada necə bəyən fərq ola bilər ki? Elə iş var ki, o işi ancaq kişi xeylar görə bilər. Ya da ki, tutalım komandirovочный vaxt və metod olanda əlbəttə ki, bizim mentalitetə uyğun odur ki, qadınlar yox, kişilər getsin. Yəni işdən asılıdır da, iş ağırdısa maaş da ayrı olmalıdır. Baxır onun işinə, baxır onun vəzifəsinə, yəni maaş fərqi ancaq vəzifə ilə ölçülür. Elə olur ki, haqsızlıqlar da olur ki, görürsünüz ki, kişilər elə də bir, yəni orada bir performans göstərməsə belə, onların maaşı ilə qadınlarda fərq görürük biz işdə ki, onlara daha çox diqqət ayrılır. Hazırda iş yerlərində maaşlar hansı meyarlarla müəyyən edilir? Təbii ki, bəzi vəzifələr var ki, onlar xüsusi vəzifələrdir. Hansı ki, orada xanım və bəy arasında fərqin qoyulması əsas məsələlərdən biridir. Əmək haqqı müəyyən olunması ümumiyyətlə standart çərçivəsində olmalıdır. Dediyim kimi, iş yükünün ağırlığına baxmaq lazımdır. İş yükünün məsuliyyətlilik səviyyəsinə baxmaq lazımdır. Ən azından bir 2 il, 3 il əmək fəaliyyətində olsun ki, yəni işdə qarşılaşa biləcək risk faktorlarını bilsin, işdə ola biləcək məsuliyyətin dərk etsin. Və bunlara uyğun olaraq da zaten əmək haqqı meyarları təyin olunur. Bəs təklif edilən dəyişikliklər vəziyyətə necə təsir edə bilər? Yəni, ola bilər ki, həm qadın və kişi işçilər arasında bərabər əməyə görə ödənilsin, eyni zamanda eyni cinsli işçilər arasında eyni və bərabər əməyə görə əmək haqqının ödənilməsinə təminat verəcək. Bərabər əməyi işə götürən özü müəyyənləşdirəcəkdir. İş şəraiti, işçinin iş şəraiti, əmək normativləri, əldə olunan nəticələr, bir də vahid tarif cədvəlinə görə tutduğu vəzifələr nəzərə alınmaqla işə götürən tərəfindən müəyyənləşdiriləcəkdir. İqtisadçıların sözlərinə görə qanun layihəsinin qəbulu qadınlarla kişilər arasındakı əmək haqqı fərqini aradan qaldıra bilər. Yeni dəyişikliklərin qəbul edilməsi bir tərəfdən gender bərabərliyi baxımından vacibdir. Bu beynəlxalq konvensiyalara uyğunlaşmaq, eyni zamanda xüsusən də məşğulluqda həm də qadın vətəndaşlarımıza ödənilən əmək haqqının məbləğin artırılması aspektindən vacib hesab olunur. Bu vaxtdan gözlənti ondan ibarətdir ki, yeni qaydalar qadın vətəndaşlarımızla kişi vətəndaşlarımızın əmək haqqları arasındakı fərqin azalmasına və bir sıra sektorlarda vətəndaşlarımızın maaşlarının artmasına gətirib çıxara bilər. Məsələ Əmək Məcəlləsində və gender bərabərliyinin təminatları haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşunda müzakirəyə çıxarılacaq. Bəyim Mahir qızı, Anar Ağazadə, Maya Sabir qızı, İTV Xəbər.